Bugünkü dərsimizdə biz iş masası və onun elementləri ilə tanış olacağıq. İş masası nədir? İş masası kompüter işə düşən zaman, yəni Windows əməliyyat sistemindən çalışan kompüter işə düşən zaman qarşımıza çıxan görüntüdür. Yəni hazırda siz baxsaz, bizdə monitorda iş masasını görərsiniz. İş masasında biz nələri görə bilərik? Yəni daha doğrusu iş masası nələrdən ibarətdir? İş masasında biz simgələri görə bilərik. Simgələrdən biz keçən dərsdən tanışıq da. Burada baxsaq biz sistem qovluqlarımız var, ondan sonra qısa yollarımız var, adi qovluqlar var və s. Faillər yoxdur, faillər də ola bilər. Bunlar hamısı bizdə simgələrdir. Simgələrdən əlavə arxa fonda bizdə şəkil qoyulur. İstəyə uyğun kim hansı şəkli bəyənirsə arxa fona şəkil qoymaq olar. Az sonra görəcəyik nətər qoyulur. Və deməli bizdə aşağıda tapşırıqlar zolağı var. Yəni hazırda bax gördüyünüz aşağı başdan başa qara zolaq bizdə nə adlanır? Tapşırıqlar zolağı adlanır. Tapşırıqlar zolağının üstündə nə var? Baş menü var, belə deyək, Windows əməliyyat sisteminin baş menüsü var. Açsaq, biz burada proqramların siyahısını görə bilərik. Deməli, burada bizdə nə var? Proqramların, kompüterə qurulmuş olan proqramların siyahısıdır. Ola bilsin ki, kitabdakı şəkillərdən bir qədər fərqlilik olsun. Çünki kitabda Windows 7 əməliyyat sistemi verilir, amma bir müddətdir ki, artıq Windows 10-a keçilibdir. Belə deyək, Təhsil Nazirliyinə aid olan proqramlarda sadəcə kitablarda köhnədir deyə Windows 7 verilir. Onun üçün buradakından fərqli ola bilər. Əksər hissələr yerində qalıb. Sadəcə görünüş, vizual olaraq dəyişibdir. Deməli, bizdə proqramlar, əgər açıq deyilsə, All Apps bölməsi var, bütün proqramlar bölməsi var, oradan aça bilərik. Və bizdə kompüterin söndürülmə düyməsi var. Baxsaq, bizdə 3 rejim var. Kompüterin söndürülməsi, kompüterin yenidən başladılması. Bu əmrlərdə biz tanışıq. Kompüter söndürülsək, kompüter işi dayanacaq. Yenidən başlasaq, bütün proqramların işi yenidən başladılmış olacaq. Bir də bizdə yuxu rejimi var. Yuxu rejimindən əlavə bir də olur qış yuxusu rejimi. Yəni sleep mod, bir də hibernate mod var. Hibernate qış yuxusudur. Sleep mod, yəni yuxu rejimi nədir? Bu zaman kompüter işi dayanır, daha sonra əksər qurğuların işi dayanır. Bir dənə əməli yaddaşdan başqa. Əməli yaddaşda biz bilirdik ki, aktiv proqramlar yerləşir, düzdürmü? Aktiv proqramlar əməli yaddaşda qalır. Yəni ki, əməli yaddaşa enerji verilməsi kəsilmir. Nə üçün istifadə olunur? Kompüteri biz başladan zaman cəld şəkildə işimiz harada qalmışdı, hansı proqramlarda işləyirdik, harada işimiz yarımçıq qalmışdısa, həmin hissədən başlamaq üçün. Hibernate, qış yuxusu rejimi də oxşar rejimdir. Sadəcə fərqi ondan ibarətdir ki, bizdə əməli yaddaş söndürülür. Bizdə bilirdik ki, əməli yaddaş müvəqqəti yaddaşdır da, düzdür? Orada informasiya enerjidən asılıdır. Enerji varsa informasiya da var. Amma söndürülməzdən qabaq əməli yaddaşın kopyası, yəni ki, əməli yaddaşda olan hansı proqramlar var, işlək vəziyyətdə olan nə varsa, hamısı kopyası köçürülür sərt diskə. Və kompüter işə başladılan zaman, kompüter yəni işə salınan zaman həmin proqramlar sərt diskdən birbaşa yüklənir əməli yaddaşa. Və bununla da biz işə qaldığımız yerdən davam edə bilirik. Həmin bu modlar onun üçün istifadə olunur. Necə? Hə də, kompüter işə salsın sadəcə. Biri var, kompüter işə salanda kompüter sıfırdan başlayır. Bir də baş yuxu rejimindən açırsansa, kompüter, belə deyək, harada işin yarımçıq qalmışsa, oradan başlayacaq işə. Aydındır bura qədər. Sonra bizdə gəlir axtarış bölməsi. Axtarışda biz kompüterdə olan proqramları və failləri da axtara bilirik. Məsəl üçün, tutaq ki, bizə kalkulyator lazımdır. Kalkulyator yazan kimi, görürsünüz, yuxarıda gəldi. Aydındır? Məsələn, üstə klikləyib biz kalkulyatorumuzu aça bilərik. Yəni, hansısa proqramı da uzun-uzadı axtarmaqdansa adını buradan yazmaq olur. Sonra bizdə gəlir, deməli, tez başlatma zolağı. Bax, burada bərkidilmiş proqramlar, bax, buradakı aşağı hissədəki, bax, bu hissədəki proqramlar bizdə tez başlatma zolağıdır. Bunlar nə işə yarayır? Biz hər hansı bir proqramı açarıqsa, həm bir klikdən açmaq olur, vurduq, bir klikdən açıldı. Həm də ki, hansı proqramda olursa olar, aşağıda tez başlatma zolağı bizdə görsənir. Yəni ki, bura daha məqsədə uyğundur ki, ən çox istifadə etdiyimiz proqramları yerləşdirək ki, məsələn, mən buradayımsa, PowerPoint açmaq istəsəm,
Vurdum, bir kliklə bizdə PowerPoint açıldı. Aydındırmı? Və həmçinin aktiv proqramlar da bura düşür. Məsəl üçün, biz baxsaq hazırda görək ki, bizdə bir Chrome simgəsini burada göstəribdir. Bu bizdə deməli tez başlatma zolağında olan Chrome simgəsidir. Bir də aktiv proqram olaraq biri də göstəribdir. Bəzən olur ki, tez başlatma zolağında olan proqramı açan zaman kənara əlavə düşmür, sadəcə altına xətt çəkilir. İstənilən halda, əgər altında xətt varsa və yaxud da özü bizdə çərçivəyə alınıbsa, bu deməli tez başlatma zolağında olan proqram, daha sonra aktiv proqramdır. Aydındır? Aktiv proqramları tez başlatma zolağında olan proqramlardan bu qayda ilə fərqləndirir. Sonra gəlir bizdə bildiriş paneli, bildiriş zolağı da demək olar. Sağ tərəfdə olan, bax bu hissədə olan hissəyə deyilir. Sizə nəyi xatırladır? Smartfonların yuxarı hissəsini xatırladırmı ekranın? Oradakı kimi bizdə şəbəkəyə qoşulma var, enerji mənbəyinə qoşulma və s. var. Burada nəyə görə bilərik? Burada biz əsas lazım olanlardan kompüterin klaviaturasının dilini görə bilərik. Məsəl üçün, belə deyək, mən burada klaviaturanın, ekran klaviaturasını aktiv elədim ki, fərqə baxasınız. Ekran klaviaturasını aktiv eləyirik. İngilis dildə, düzdür? Düzdür, ekran klaviaturasında burada dili dəyişmək olur. Eyni şeydir bayaqkindən. Vurduq, Azərbaycan dilinə çevirəndə görürüz, klaviaturanın düymələri dəyişdi. Rus dilinə çevirəndə klaviaturanın düymələri dəyişdi. Eyni əmirdir. Bax, burada da biz vuranda görürsünüz, bayaqkindən eyni əmirdir. İstədiyimiz dili seçirik. Əgər istədiyimiz dil burada yoxsa, aşağıda dil ayarlarına, dil tənzimləmələrində keçirik və buradan artıq Add Language-dən istədiyimiz dili seçirik. Dünyadakı əksər dillər burada var. Sonra bizdə gəlir tarix və zaman ayarları. Tarix olan hissənin üstə vururuq. Bizdə kalendar və saat açılır. Əgər biz nəyisə dəyişmək istəyirsə, ola bilər ki, kompüterin ayarlarında vaxt ayarlarında nəsə düz gəlmir və yaxud da öz istədiyimizə uyğun dəyişmək istəyirik. Bu zaman sadəcə Date and Time bölməsinə keçirik və biz nə görürük? Bizdə bunlar boz rəngdədir. Nəyə görə? Aktiv deyirlər. Çünki avtomatik vaxt təyin etmə aktivdir. Bağladıq və gəldi ki, vaxtı və zamanı özümüz dəyişdirmək. İstədiyimiz tarixi qoya bilərik, istədiyimiz saatı qoya bilərik. Amma bunlar dəyişdirməyi tövsiyə etmirəm. Çünki bizdə zaman və tarix ayarları düz gəlməzsə, internetdə qoşulmaqda və bir sıra proqramların işində problem yaranır. Yaxşı. Bunlar dedik. Bayaqları menyudan danışdıq. Start menyuda. Start menyuya baxsaq, bəzi elementlərin, start menyuda olan bəzi elementlərin qarşısında ox görərik. Bu oxlar nəyi bildirir? Bu oxlar bildirir ki, bu elementin özünün alt menyusu var. Məsəl üçün, hər hansı birini aça bilərik də bunlarda, fərqi yoxdur. Bax, aşağı çəkdikcə görürsünüz, bir çoxları var. Tutaq ki, Microsoft Office-i açanda gördünüz, özünün əlavə alt menyusu, özündə olan proqramlardan ibarət alt menyu açıldı. Və yaxud da onun üzərindəki qovluğu açanda özünün alt menyusu açıldı. Eyni bizdə iş masasının kontekst menyusu da var. Açdıq. Burada da görürük ki, bəzi elementlərin qarşısında ox var. Və bunların üzərində sıçan aparanda həmin element klikləməyə ehtiyac yoxdur. Çünki sıçan aparan zaman açılır. Bizdə onun alt menyusu, hər bir menyu elementinin alt menyusu açılır. Gəlin bunlara baxaq, görək nə işə yarayırlar. Deməli, bunu çıxardaq, baxaq. Bizdə necədir? İşçi masasında elementləri biz aparıb istədiyimiz yerə yığa bilərik. Bu zaman bizdə bir qədər səliqəsizlik alınır. Bunları aradan qaldırmaq üçün biz View əmrindən, yəni gördüşdən Align Icons to Grid, yəni ki, simgələri tor üzərində düzləndir əmrini seçirik. Tor üzərində düzləndirəndə artıq biz aparıb hara qoyuruqsa da ona uyğun olaraq yaxın torun xanasına keçmiş olur. Yəni gözə görünməz bir
Tor üzərində düzəlmiş olur. Sonra biz əgər ümumiyyətlə istəmiriksə ki, kənara simgə qoyulsun, eyni yerdən view, yəni gördüşlər, auto-arrange icons, yəni ki, avtomatik simgələrin, piktoqramların və yaxud da eyni şeydir. Icon, simgə, piktoqram eyni şeydir. Avtomatik nizamlanması əmrini seçirik və hamısı avtomatik olaraq sol tərəfdə düzüldü. Bu zaman mən birini götürüb kənar yerə aparmaq istəsəm də, görürsünüz, getmir. Öz sırada ardıcılıqda yerini dəyişir. Sırada ardıcılıqda yerini dəyişir, amma kənara getmir. Aydındır? Bunu çıxardaq. Bir də uyğun olaraq Show Desktop Icons var. Piktoqramları göstər. Piktoqramları gizlət əmri. Biz bağladıq. Düzdür Nəzrin? Aha. Biz simgələri gizlətdik. Kimin kompüteri varsa effektiv üsuldur. Qonşu uşağı, qohum uşağı gəlib bu kompüterdə oyun oynayım deyəndə yoxdur. Xarab oldu. Zarafatdır. Okey. Qaytardıq. Sonra bizdə başqa nə var? Simgələrin ölçüsü var. Large icons bizdə böyük simgələr. Və yaxud da small icons bizdə kiçik simgələr. Kimə hansı uyğundur onu seçə bilərik. Medium icons və diqqət, kitabda yoxdur bu. Özümdən əlavə edirəm. Yəni ki, suallarda görməyəksiniz, amma lazımınız ola bilər. Biz əlavə olaraq, məsələn, notebookda smartfon qaydasını da böyüdüb kiçildə bilərik. Və yaxud da Ctrl düyməsini sıxıb saxlayıb, sıçanın təkəri ilə də ölçüləri böyüdə bilirik. Aydındır? Sıçan yoxdur burada, onun üçün göstərəm, amma bu qayda işləyir. Deməli, sonra bizdə nə qaldı? Sort by, yəni çeşidlənmə qaldı. Biz nəyə görə çeşidləyə bilərik? Ada, ölçüyə, növə və dəyişdirilmə tarixi. Bunları yadda saxlayın, suallarda düşür. Nəyə görə çeşidlənmə mövcuddur və yaxud da mövcud deyil kimi. Biz nəyə görə çeşidləyə bildik? Ada, name, ölçü, size, item type, elementin növünə görə, bir də dəyişdirilmə tarixinə görə işçi masasında biz obyektləri sıralaya bilirik. Aydındır? Bizdə nə qalır? Burada item type seçin, mənə belə rahat. Mən belə işlədirəm. Kim hansı rahatdır, onu işlətsin. Bir də bizdə qalır Start menyuda Windows aksesuarları bölməsi. Baxırıq, açdıq. Gəlirik, Windows aksesuarı ən aşağıda olur. Windows Accessories. Diqqət, bax, buradakı proqramlar Windows-un standart proqramlarıdır. Bunlardan da suallarda düşür. Sıralamanı bilmək lazımdır. Bizdə hansı proqramlar var? Baxsaq, əsas olanlardan bizdə qrafik redaktor Paint var. Mətn redaktorlarından Notepad-dan WordPad var. Windows Media Player var ki, videoların və musiqilərin ifadəsi üçün nəzərdə tutulubdur. Əlavə olaraq Snipping Tool var. Snipping Tool, deməli, bizdə ekran kəsimini götürmək üçün nəzərdə tutulubdur. Və kalkulyator. Kalkulyator. Burada olmalıydı. Ola bilsin, mən səhv edirəm. Əslində burada olmalıdır, sadəcə görsənmir. Yox. Ola bilsin, Windows 10-da çıxardıqlar şeyə. Baxaq bizə C hərfinə. C hərfinə baxaq. Hə, çıxardıqlar, amma olur. Windows burada kənardadır, Windows 10-da. Əvvəlki versiyalarda, suallarda düşəndə siz onu götürürsünüz aksesuarların içində. Aydındır? Bizdə nə qaldı? Hə, arxa fonun şəklini dəyişdirmək. Biz personalize bölməsindən, ya fərdləşdir bölməsindən biz bunu edə bilərik. Açırıq. Müxtəlif şəkilləri seçə bilərik. Məsəl üçün, fon şəkli olaraq bunu seçdim. Baxsaq, fon bizdə dəyişdi. Və yaxud da başqa bir fon seçdim. Dəyişdi. Şəklimizi seçdim. Əgər burada olmayan biridirsə, browse əmrinin köməyi ilə qovluqda axtarış edib, tapıb, istədiyimiz şəkli qoya bilərik. Bir də bizdə mövzular var. Mövzular nədir? Telefonda yəqin ki, temalar və yaxud da mövzuları bilirsiniz. Müxtəlif mövzular görürük. Əgər burada bəyəndiyimiz yoxdursa, fərqlilərini Store'dan da, Microsoft Store'dan da yükləyə bilərik, mağazadan. Hər hansı bir mövzu seçirsən,
və kompüterin görünüşü ona uyğun dəyişir. Məsəl üçün, hazırda hansısa bir şəkildir, bir qədər sonra dəyişir. Çünki mən dəyişən mövzu seçdim. Burada çox şəkillidir, mövzular müxtəlif yerlərə uyğun dəyişir. Və yaxud da sadə Windows, bax, bir image var. Altda yazılır hər birini ki, one image və yaxud da dynamic image və s. Five image, yəni şəkil, neçə şəkil dəyişir, o yazır. Həmçinin biz arxa fonu dəyişəndə arxa fonun nə olduğunu da seçə bilərik. Burada nə yazılır? Picture. Picture odur ki, arxa fonda şəkildir. Solid color biz bir rəng qoya bilərik. Hər hansı bir rəng. Arxa fonu sadəcə bizdə rəngli olsun. İstənilən bir rəng ola bilər. Slideshow bizdə nədir? Slideshow bayaqki kimi şəkillər dəyişir. Bir qovluq seçirik. Həmin qovluq əvvəlcədən ayarlanmış bir qovluq. Həmin qovluqdakı şəkillər dəyişir. Bir dənə məsələ var ki, bizdə ekran qoruyucusu verilibdir kitabda. Ekran qoruyucusu nədir? Bu Windows 7-də çox istifadə olunurdu. Əgər ekran hərəkətsiz qalarsa, yəni ekranda heç bir iş görülmürsə, müəyyən bir vaxt qoyulur. Vaxtdan sonra hərəkətli yazı və yaxud da hansısa bir şəkil gəlir. Ekranı, belə deyək, ekran şəklini əvəzləyir, işçi masasını əvəzləyir. Aydındır? Kimin sualı var?